Ben Mehmet Xalid Ziyadın oğlu. Əvvəlcədən 9-19 nömrəli evdə Məmmədova Xuraman yaşayırdı. Onlar köçdü Ağdama, mən Ağdam dövlətçilərinə, cənab nazirə, cənab icra başçısına müraciət elədim. Məni evlə təmin elədi. Bu müəllim gəlib buraya deyir ki, sənin su pul borcun var. Bu müəllimə sual verirəm. Mənim borcum var, yox, madem su pulum verdilər. Ben buna bildirəm ki, müəllim, mən kimdən danışıram? Bunun hakkında video çəkmiş də var məndə. Bu müəllim bildirir ki, mənim hüququm bölməz. Sən kimsən ki, özümü sağ təqdim eləyim. Onunla bağlı deyil, amma video çəkilişi məndədir. Xahiş edirəm, bu su idarəsi haqqında bir tədbir görülsün. Ağdamda su mübahisəsi. Vətəndaş borcun ona aid olmadığını iddia edir. Ağdam rayonunda su təchizatı ilə bağlı narazılıq yaradan hadisə qeydə alınıb. Rayonun 4 yol 1 qəsəbəsində yaşayan Kəlbəcər rayon sakini Xaliq Məmmədov bildirir ki, yaşadığı ünvanda su sayğacına hesablanmış borc ona aid deyil. Onun sözlərinə görə sözücüdən borc həmin ünvanda əvvəllər yaşamış şəhid ailəsinə məxsus olub. Xaliq Məmmədov qeyd edir ki, hazırda azyaşlı övladları ilə birlikdə həmin evdə yaşayır və əvvəlki dövrdən qalan borcun onun üzərinə qoyulmasını ədalətsiz hesab edir. Vətəndaşın iddiasına görə Ağdam rayon su idarəsinin əməkdaşları borcun ödənilməsini tələb edərək suyun kəsiləcəyi ilə bağlı xəbərdarlıq ediblər. Məmmədov bildirir ki, suyu kəsmək istəyən şəxs özünü rəsmi şəkildə təqdim etməyib və bu halda əlavə narazılıq yaradıb. Hafiz müəllim 200 minlik maşın sürür, 30 illik 40 illik həsrətə cənab prezident sağ olsun. Həsrətimizə son qoydu. Mən körpə uşağımla yığışmışam evdə. Adımda su pulu borcu varsa tələb eləsinlər. Xahiş edirəm, bu barədə bir tədbir görülsün. Mənim şikayətim bu müəllimdəndir. Hələ də özüm təqdim eləmir, adım bilmirəm. Damatı töküb bırakır, su pulu borcum var, ödəcinəm. Mənim adımda su pulu borcu varsa verin. Məndən əvvəl kimin adında su pulu varsa, kimin borcu varsa ondan tələb eləsin. Müəllim niyə məndən tələb eləməlidir ki, kiminsə borcunu mən verim? Belə qanun var, belə haqsızlıq olar. Xahiş edirəm, bu video çəkilişi, bu dövlətin haqqında, bunun haqqında bir tədbir görülsün. Gəlin məni şərriyicə su pulun vericilər. Dövlətin cəmaatı qarşı-qarşıya qoyur. Hələ də adım bilmirəm ki, adı nədir? Məsələ ilə bağlı Xaliq Məmmədov ölkə prezidenti İlham Əliyevə müraciət etdiyini də qeyd edir. O, aidiyyatı qurumlardan məsələnin araşdırılmasını və ədalətli qərar verilməsini xahiş edir. Xahiş edirəm, çəkilişi dövlət orqanlarına göstərin. Cənab rayon prokuroruna göstərin. Başçımıza göstərin, Ağdam icra başçısına. Görsün mənim adımda borc var. Mən bu borcum varsa verirəm, yoxsa vermirəm. Xahiş edirəm, bu müəllim bilmirəm kimdir. Bax ki, elif Allah can sağ olasın, geyinib gəlib bura. Deyirəm, özünü təqdim elə, müəllim, mən kimdən danışıram? Sizin adınızı deyim, sizə müraciət edeyim. Bu deyir ki, mənim hüququm deyir ki, sən kimsən ki, mən özümü sağ təqdim edeyim. Xahiş edirəm, belə qanunu bilməyən, nə bilim, bəlkə də adın yaza bilmir. Belə şəxslər haqqında xahiş edirəm, bir tədbir görülsün. Çox xahiş edirəm, mən bu çəkilişimi aidiyyəti olan orqanlara göstərəsiniz. Ağdam rayon su idarəsinin mövqeyi məlum deyil. Redaksiya olaraq qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.